Yasamalda İnşaatçılar metro stansiyasının yaxınında Abbas Mirzə Şərifzadə, bu bildiyin o ana küçə ki var Yasamalda, bax odur. Abbas Mirzə Şərifzadə 129 küçəsində kanalizasiya xəttində qəza baş verib görünür və çirkəb suları elə oralara axır. İnsanlar orada daşları düzüblər, daşın üstündən belə səkə-səkə gedirlər. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə deyir ki, bunun əsas səbəbi ərazidə tikilmiş ticarət obyektlərinin kanalizasiya sistemlərinin istismarı qaydalarına uyğun inşa edilməməsidir. Biz yenə gəlirik 2025-ci ildə nədən şikayətlənirik? O binalar, o tikinti bumu ki vardı, tikinti təlatümü vardı. Səhər yolu belə gedirdin, gördün ki, bina var, sevinirdik. Qaydanda gördük, bir də gördük ki, boşdur səhər gedəndə. Axşam qaydanda gördük ki, bina var. Elə sevinirdik, deyirdik ki, ay nə qəşəng kiminsə sahibkarların artıq əlində pul var, ölkəmiz inkişaf edir, şəhərimiz inkişaf edir, təzə binalar tikilir. Sən demə, onlar da kanalizasiya sisteminə qayda qanunla qoşulmayıb. İndi gəlib 25-ci ildə bunların hamısı bizim başımızda çatlayır. Aynura Məmmədova danışır. Bura hansısa bir ucqar kənd deyil, İnşaatçılar metrosunun yaxınlığıdır. Kanalizasiya sistemində problemlər olduğu üçün vaxtaşırı tullantı suları ətrafa yayılır, üfunətdən dayanmaq olmur. İnsanların gedib gəlməsi üçün daşları düzüblər, çox çətinliklə gedib gəlmək olur buradan. Bunun səbəbini araşdırmaya çalışacağıq. Xanım, oyuncağınız da tullantı suyuna düşdü. Burada necə gəlib gedirsiniz? Pis, bərbad gündədir. Yəqin ki, baxarlar da bu vəziyyətə. Tez-tez olur burada belə vəziyyət? Bəli, tez-tez olur. Ümumiyyətcə, hər yer bu vəziyyətdədir. Yasamala baxanlar ki, Hardasa bir həftə baş davam edir. Bir həftə bax belə axırı gedir. Gəlib düzəltmirdir. Gəlib düzəltmirlər. Necə buradan keçir? Daşla Allah köməkləri olsun. Yenə daş qoyurlar, daşla gedirik. Tez-tez mi olur burada? Yağış yağandan yağana olur. Yox. Arada məsələn yayda da olur, tez-tez olur. İndi keçdim anam, deyir görürsən də belə. Belə keçin, bundan artıq necə keçmək olar səncə? Bir dənə o ki, Allah saxlayır əlimizi, ayağımızı. Daşı qoyublar, yıxıla-yıxıla. Mən hər səhər gəldim, gördüm bu gündədir. Qoxular, çox kəskin qoxular gəlir. Yaxşı olar ki, tez bir zamanda aradan qaldırılsın. Belə hallar, yəni şəhərin mərkəzində belə bir yerdə bu qədər antisanitar vəziyyətin, kanalizasiya sularının küçələrə axıdılması mənfidir. Bura niyə bugünə qalıb? Qəzad da kanalizasiya daşır, uşaqlar da briqada işləyir. Bax, görürsünüz, briqada hamısı işləyirlər burada. Bura gördüyünüz kimi bir obyektin deməli su təmizləyici xəttidir. O xətt vaxtında istismar qaydalarına uyğun olaraq, texniki şərtlərə uyğun olaraq qurulmayıb və belə yerlər çoxdur. Hazırda bizim durduğumuz Şərifzadə küçəsinin metronun arxasında olan obyektlərin demək olar ki, əksəriyyəti kanalizasiya xəttinin üzərində tikilib. Həmin o deməli kanalizasiya xəttindən, quyudan, kollektorlardan paltarlar çıxır. Məişət əşyaları çıxır. Burada bildirirlər ki, obyektin tikintisi zamanı nəzərə alınmayıb tullantı xətti. Kanalizasiya xətti nəzərə alınmadan tikilir. Bu kanalizasiya xətti ümumi xəttidir. Burada hər həftədə təmizlənir. Bizim suallarımız vardı. Səlahiyyətli bir şəxs, məsul bir şəxs bizə cavab versin. Yəni ondan cavab verə bilmərəm. Həm də elə bir şəxs də yoxdur burada. Obyektdən isə suallarımızı cavablandıran olmadı. Bizə telefon nömrəsi verdilər. Əlaqə saxlamağa çalışacağıq. Zəngimizə də cavab verən olmadı. Zəngimizə cavab verən yoxdur. Kanalizasiya suları küçəyə axır və biz də zəng vururuq xara, demək Yasamal rayon icra hakimiyyətinə və deyirik ki, bəs bu kanalizasiya suları yolun ortasında axır. Nə fikirləşirsiniz bu barədə? Bizə də deyirlər ki, şifahi. Bu məsələnin bizə aidiyyatı yoxdur. Ərazidəki obyektlər çoxdan tikilib. Onların necə tikildiyi barədə də məlumatlarımız yoxdur. Demək, aydın məsələdir ki, bu doğrudan da belədir. Onların heç nə indi çerçoju var, nə planları var, heç nə yoxdur. Elə tikiblər, gediblər, o vaxtları heç kim bu məsələyə nəzarət eləmirdi. Amma indi bu obyektlər axı oradadır, düzdürmü? İndi həmin bu obyektlər nataraz tikilmiş, kiminsə özləri bəlkə tikib, bəlkə nə vaxtsa kimsə, hansı qurum gətirib onu tikib.
tikilmiş kanalizasiyaya suyu axıdırlar və o nəsə problem var ki, ora tutulur, getmir. Demək ki, bu obyektlərdən soruşmaq lazımdır. Hörmətli Yasamal rayon icra hakimiyyəti. Yaxud da ki, bildirmək lazımdır iri şəhərlərə ki, qardaş, bizdə burada problem var, gəlin bunu nə cürsə həll eləyək. Ərazi Yasamalındır, düzdürmü? Yasamal rayon icra hakimiyyətinin ərazisidir. Bu bizlik deyil, deyib çəkilməklə deyil ki, istənilən halda bu nə cürsə Yasamal rayon icra hakimiyyətinə aidiyyatı var da, ya bunu iri şəhərlərlə əlbir şəkildə həll eləmək lazımdır, ya bu Bombey təəssüratı yaradan bu obyektlər sökülməlidir. Mən indi bunu deyirəm, deyəcəklər ki, kiminsə çörəyinə bahis olursan. Çörəyinə bahis olmuram. Siz işləyəndə çörək qazananda elə işləyin ki, vətəndaş da əziyyət çəkməsin də. Oradan hər dəfə keçəndə ağır-ağır sözlər ürəyindən keçirməsin də. Nəyə lazımdır ki bu? Gərək elə eləyək ki, hamının çörəyi halal olsun. İndi umud edirəm ki, nə cürsə düzələr. Bu məsələdə demək bir şey qeyd eləmək istəyirəm ki, burada mən iri şəhərlərin mətbuat xidməti Ceyhun Musaoğlunu gördüm və indiyə qədər heç bir mətbuat xidmətini belə ərazidə iş başında görməmişdim doğrusu. Ərazidə hər hansı bir qəza baş verəndə mən mətbuat xidmətini görməmişdim. Təbii ki, məsəl üçün elə Azər İşığın mətbuat xidməti əla işləyir və hər dəfə problemləri həll edir, həmən həll edirlər və indiyə qədər görməmişəm ki, biz müraciət edək, hansı problem həlsiz qalsın Azər İşığın. Amma bax, belə hadisə yerində Ceyhun Musaoğlunun birinci dəfədir, ya mətbuat xidməti olaraq ilk dəfədir görürəm və təqdirə layiq bir şeydir. Əslində onluq bir şey yoxdur da orada. Əslində sadəcə olaraq qəza xidməti oranı demək həll eləməli idi və salam. Onu da deyim ki, bax Abbas Mirzə Şərifzadə küçəsidir, düzdürmü? Düz bu hadisə baş verən yerin arxasında Xıdır Mustafayev küçəsi var. Ora təsəvvür eləyin ki, maşınlar getmir, taksini çağırırsan gəlmir. Çünki yollar bərbad vəziyyətdədir. Yaxşı, deyək ki, bu kanalizasiya iri şəhərlərə aiddir. Bəs o yolun o bərbad vəziyyətdə olmağı da iri şəhərlərə aiddir. Yoxsa Aidiyə aid deyil təbii ki, çünki bu daxili yollardır, iri yollar deyil, magistral yollar deyil, ona görə də aidiyyatı yoxdur. Demək, icra hakimiyyətinin işidir də bu. Yasamalın, bax, Xıdır Mustafayev küçəsindəki bərbad yollar icra hakimiyyətinə aiddir. Amma icra hakimiyyəti orada əl atmayıb və burada kanalizasiya suları yerə axanda və bütün Yasamal Şərifzadə küçəsinin bir qismi kanalizasiya sularına qərq olanda da deyir ki, bizlik nə var ki, deyir, nə vaxtsa tikiblər, gediblər də. Hayıraq indi. Kim nə vaxt tikibsə tiksin, indi işləyən haqqında danışırlar ki, icra hakimiyyəti hara baxır?